Tamam. Demək uşaqlar, mail müstəvi meyilli bir müstəvi kimi götürülür. Sizə belə bir təcrübə göstərim. Məsələn, mən hal-hazırda üfüqi bir yerdə durmuşam da, rahat durmuşam da. Sizə belə bir sual verim. Sizcə meyilli yerdə belə rahat durmaq olur? Niyə? Səbəb nədir? Niyə biz meyilli yerdə rahat dura bilmirik? Adam sürüşür, hə? Adam aşağı nə çəkir? Cazibə, ağırlıq qüvvəsi. Yəni insanın və ya hər hansı bir cismin mərkəzindən aşağıya doğru ağırlıq qüvvəsi onu hara dartır? Aşağı dartmış olur. Aydındır? Ağırlıq qüvvəsi onu əslində həm yerə doğru, həm də hara dartmış olur? Aşağı dartmış olur. Ona görə də bizim burada bir alfa bucağımız var. Ağırlıq qüvvəsi bizə bucaq altında aşağı dartdığı üçün deyə bilmirik ki, Mədinə ağırlıq qüvvəsinin hamısı bizi aşağı dartır. Bunu deyə bilmirik. Əgər əlüfsə şaquli müstəvidə olsaydı, tam qaldırılmış, yəni şaquli müstəvi 90 dərəcəli bir müstəviyə qalxsaydı, onda mənim burada ağırlıq qüvvəm bütün hamısı bunu hara dartardı? Razısınız? Bütün hamısı ona tətbiq edəcəyimiz qüvvə bu cismi aşağı dartdırardı. Amma nə müşahidə edirik? Onu müəyyən bucaq altında dartır. Müəyyən bucaq altında dartdığı üçün. O zaman dedik ki, ağırlıq qüvvəsi iki toplananda bu cismi aşağı dartır. Biri onu aşağı dartdırır, ağırlıq qüvvəsinin bir toplananı. Bir toplananı isə bunu aşağı sıxdırır. Ona görə də ağırlıq qüvvəsi zəhərə iki toplanana ayrılır. Bir hissəsi onu qabağa dartır, bir hissəsi onu hara sıxır? Aşağı sıxmış olur. Aydındır? Onda yenə dediyimiz kimi, yəni mənim bu aşağı dartan cismin hamısı bunu nə aşağı dartmır, nə də aşağı sıxmır. Üfüqi yerdə olduqda, belə yerdə durmuşamsa, mənim bütün ağırlıq qüvvəsini mən hara dartır? Aşağı. Amma meyilli yerdə olanda deyə bilmərəm. Aydındır? Məsələn, 10 kiloqramlıq bir cisimdirsə, 100 Newton tətbiq olunursa, bunun 100'ü də aşağı dartmayacaq. Nə də 100'ü aşağı sıxmayacaq. Onda nə qədər aşağı dartacaq? Nə qədəri aşağı sıxacaq? Buna sizinlə birlikdə baxaq. Bax, alfa bucağımız həmən buradakı alfadır. Buradakı alfa bucağıdır. Konkret sizin üçün qayda olaraq deyəcəm. Bu mənim dartımdır. Bu aşağı dartımdır. Sürtünmə hara yönəlir? Hərəkətin nəyinə? Əksinə, düzdür? Sürtünmə qüvvəsi bu tərəfə yönəlir. Bu sürtünməmdir. Lap yaxşı. Bu aşağı sıxan qüvvəyə dedik təzyiq qüvvəsi və ya buna çəki də deyə bilərik. Fərq etməz. Reaksiya hara yönəlir? Yuxarı. N reaksiya biz nə götürürük? Təzyiq qüvvəsinə bərabər götürürük. Reaksiya qüvvəsi təzyiq qüvvəsinə bərabər. İkinci dəfədə reaksiya qüvvəsinin təzyiq qüvvəsinin nə olduğunu ikinci dəfədə öyrənmişdik ki, aşağı sıxan qüvvəmiz təzyiq idi, geri qaytaran onu reaksiya göstərən qüvvəmizə biz isə reaksiya qüvvəsi kimi baxırdıq. Lap yaxşı uşaqlar. İndi buna müxtəlif bir üsullarla da baxa bilərik. Elə qoy bu şey qalsın, heç nə olmaz. Baxın uşaqlar, mənim bu dartım, bu mənim təzyiq. Bax, təzyiq qüvvəsi bucağa bitişik tərəfdir. Bitişik tərəfin həmişə hipotenuza nisbəti bitişik tərəfin hipotenuza F təzyiq bölünsün mg bizə nə verərdi? Kosinus alfa. Mən buradan F təzyiqi tapsam nə olar? Mg kosinus alfadır. Ona görə də təzyiq qüvvəsi nə ilə tapılacaq uşaqlar? Mg kosinus alfa. Bitişik tərəfdir da. Onda mən bura yaza bilərəm, F təzyiqim də N-ə bərabərdir. Bu ikisi nəyə bərabər olacaq onda? Mg kosinus nəyə? Alfaya. İndi fikir verin uşaqlar. Lap mən buradan bir aşağı qırıq-qırıq xət çəksəm, bura alfadır, sonra burada alfadır. Çarpaz bucaqdır da. Qarşı tərəf nə ilə tapırıq? Bitişik kosinuslansa qarşıdakı sinusla. Aydındır. Qarşıdakı katetin hipotenuza nisbəti F dartının mg-yə nisbəti mənim üçün verir nəyi? Sinus alfa. Buradan F dartını tapsam olur mg sinus alfa. Dartını nə ilə tapacağım onda uşaqlar? Buraya yazıram ki mg sinus alfa. İndi Əlövsət çox rahat sənin üçün asan sadə bir şey deyim. Ümumiyyətlə mail müstəvidə qardaş
biz dayanmışıqsa, meyli yerdə dayanmışıqsa, bunu unutmayın ki, bunun hamısı deyil. Sinus qədər məni qabağa aparır. Kosinus qədər məni hara sıxır? O qədər rahat. Bu, həmişə belədirmi? Həmişə belə. Yəni, sənin aşağı dartan mc sinus alfa qədər aşağı dartılacaqsa, kosinus qədər sıxacaq. Ona görə verəcək qiyməti bir, sinusu, kosinüsü. Yoxsa bu rahat tapacaqsan ki, məsələn, müəllim, mən bu qədər aşağı dartır, bu qədər məni hara sıxır? Lövhəyə sıxmış olur. Bu işin ən primitiv nöqtəsi və bunu yaddan çıxartmaq, nə deyim, yəni, o da sinus. Necə? Yox, nə edirik ki, sinusdan kosinüsü çıxar? Niyə sinusdan kosinüsü çıxırıq ki? Məsələn, deyəcək ki, məsələn, tutaq ki, deyirəm də, bura 30 dərəcə deyir. Məsələn, 30 dərəcə deyir. Hə, 10 kilogramlıq cisim aşağı nə qədər də artırılır deyəcək. Onda nə olacaq? mc sinus alfa. M'imiz vurulur Y'yə, olur 100 vurulsun, sinus 30 dərəcədə 2'də 1. 100 bölü 2, 50. Onda mənim aşağı dartan qüvvəm neçə newton olacaq? 50 newton. mc onun kosinüsü də qədər də aşağı çıxacaq. 50 kök 3 qədər də aşağı çıxacaq. Çünki kosinüs 30 dərəcə kök 3 bölü 2'dir. Yəni. Onda 50 kök 3 aşağı çıxacaq, 50 newton hara dartacaq? Aşağı dartmış olacaq. İndi birinci hal, bura yazıram ki, bax birinci hal. Birinci hal. Yazıram ki, cisim sükunətdədir. Cisim nədədir? Sükunətdir. İndi sual verim, sükunət sürtünmə nədən asılı idi? Bəli, səhv eləmişdir. Dartıdan, düzdür? Onda F sükunət sürtünmə, bax bura yazıram, sükunət sürtünmə bərabər nəyə? F dartı. F dartı nə ilə tapılır? Bəli, mg sinus alfa ilə tapılır. Aydındır. İndi sizə 3 dənə üçbucaq çəkin bura. 3 dənə üçbucaq çəkin bura. Bax, bu birinci cisim, bu ikinci cisim, bu üçüncü cisim. 1, 2, üçüncü cisim. Bura alfa, bax bura beta, bax bura olsun gamma. Buyurun, hodr meydan. İndi sizə sual versəm, hələ ki sükunət. Bax, cisim sükunətdədir. İndi baxın, görün, sizcə burada durmaq çətindir, yoxsa burada durmaq çətindir? Burada. Onda belə çıxır ki, burada niyə durmaq? Çünki bizim dartımız burada daha böyükdür. Düzdür? Bizi burada daha çox aşağı dartılırıq da, razısınız? Onda deyə bilərəmmi, burada durmaq üçün daha çox sürtünmə tətbiq etməyim lazımdır. Elə ki, daha dik yerdə durmuşsansa, əlləri də qayalardan yapışırsan, nə bilim, təpədən yapışırsan, aşağı sürüşməyəsən. Razısanmı? Aydındırmı? Burada durmaq üçün daha çox qüvvə tətbiq edəcəyik. Onda çox loru dildə yazsaq, onda deyə bilərəm ki, bunun dartısı F dartı 3 böyükdür, F dartı 2-dən, o da böyükdür, F dartı 1-dən. İndi sonra yaz. Razıyıq. Problem yoxdur ki. Bəs gələk sinusla tapaq. Müəllim, mən sinusla necə tapıram? Sinus bucağı, bucaq böyüdükcə artan şeydir. Sinus. Bucaq artdıqca artır. Aydındır. Bax, burada bucaq kiçikdir. Sinus da kiçikdir. Bucaq getdikcə böyüyür. Sinus 0-da 0-dır. 90'a getdikcə nə qiymət alır? 1 qiyməti. Get-gedə bucaq böyüyürmü? 90'a doğru gedir. Burada alacağı qiymət maksimaldır. Qoy buna da 4 deyək də. Qoy əla bir şey. Onda yazarım bax. F dartı 1 kiçikdir F dartı 2-dən. O da kiçikdir F dartı 3-dən. O da kiçikdir F dartı nəydən? Ən böyük hansıdır? 4. Sonra 2 soru. Razısınız? İndi F sükunət sürtünməyə baxaq. F sükunət sürtünmə 1 kiçikdir F sükunət sürtünmə 2-dən 2. O da kiçikdir F sükunət sürtünmə 3. O da kiçikdir F sükunət sürtünmə 4-dən. 4-də demək olar ki, sürtünmə yoxdur. Çünki o sürtünməsi çox minimala enir. O reaksiyası da yoxdur. Elə birbaşa aşağı düşəcək. Onun ora sürtünməsini demək olar ki, götürmürük, çox qəbul etmirik. Ona görə də biz 4'ü yeri gəlsə biz 4'ə yəni ayrıca qeyd etsəm yazaram ki, 0 kimi də götürə bilərəm.
4-də, yəni orada artıq sükunətdə qala bilmir. Tutaq ki, onu da saxlamaq üçün orada sürtünməsi demək olar ki, minimaldır. Burada qalmaq üçün daha maksimal və ən maksimal götürə bilərik götürməyimizi. Amma orada demək olar ki, çox şey olmur da, saxlamaq mümkün deyil. Biz orada maksimal qiyməti götürə bilərik. Ən maksimal götürək, heç olmaz. 0 götürməyək, çünki götürək ki, orada durmaq üçün daha çox qüvvə sərf edəcək. Lap yaxşı. Bu hissəsi aydın oldu. İndi keçirəm bu tərəfə. Yazıram ikinci hal. Cisim sürüşür. Baxın. Onda sürtünmə qüvvəsinin düsturı F sürtünmə bərabərdir mü F təzyiq. Mü M və ya mü M R yaza bilirikmi? Aydındır. F təzyiq. Niyə? Ehtiyac yoxdur. Hə, yaxşı. İndi deyirəm, bax, cisim sürüşür, hə? Bax, cisim sürüşür. Sürüşəndə, uşaqlar sürüşəndə, sürüşmə qüvvəsi mü F təzyiq, mü N-dir və ya mü mg deyilmi? F təzyiq və ya mg nəyə verir bizim üçün? Kosinus alfa, nə? Bunun yerinə yazım mü mg kosinus nə? Alfa. Aydındır. Mü mg kosinus alfanı bax bizə vermiş olur. Lap yaxşı. Lap yaxşı. O zaman gəlirsiniz uşaqlar. Bizdən nələri müqayisə edə bilər? N1, N2, N3-ü müqayisə etdiyər. F təzyiq 1, F təzyiq 2, F təzyiq 3-ü müqayisə etdiyər. F sürtünmə 1, F sürtünmə 2, F sürtünmə 3-ü müqayisə etdiyər. Fərqi yoxdur. İndi diqqət yetirirsiniz. Reaksiya nə ilə yazırıq? Mg kosinus alfa ilə yazırıq da, hə? İndi sizə sual versəm, uşaqlar. Sizcə burada yerə çox təzyiq göstəririk, yoxsa burada yerə çox təzyiq göstəririk? Burada daha çox təzyiq göstəririk. Çünki burada daha çox hara getməyi fikirləşirik? Qabağa. Amma burada isə yerə daha çox təzyiq göstərməyi düşünürük də. Aydındır. Ona görə də müəllim, indi bucağı kiçik olanda böyük oldu sanki, hə? Bəli, uşaqlar. Kosinusla da baxanda qulaq asın, dinləyin. Kosinus kiçildikcə böyüyür. Kosinus bucağı kiçildikcə artan şeydir. Aydındır. Ona görə də kosinus 0-da 1, 90-da da 0 qiymət alır. Ona görə bucağı kiçik olanın reaksiyası böyük olacaq. Yəni N1 böyükdür N2-dən, o da böyükdür N3-dən. Onda onun təzyiqi də. Onda sürtünmə də bunlarla düz açıda olduğu üçün, baxın uşaqlar, sürtünmə qüvvəsi. Burada daha çox sürtünəcək yerə, ilişəcək. Amma burada sürtünmə az olacaq. Burada demək olar ki, yoxdur sürtünmə, yəni sürtünmə yoxdur, burada sıfırdır. Çünki bu reaksiyası yoxdur. Aydındır. Bayaq əslində biz bunu sükunətdə demişdik. Xeyr, əslində buna deməyimiz lazımdır ki, burada da demək olar ki, sürtünmür. Elə birbaşa aşağı sürüşür. Ona görə də biz 4-ə 0 götürə bilərik. Yəni F S4-ü biz 0 götürə bilərik. N4-ü biz 0 götürə bilərik. F təzyiq 4-ü biz 0 götürə bilərik. Çünki təzyiq göstərə bilmir də, daha çox hara getmiş olur? Tamamen aşağı getmiş olur. Onu da biz 0 götürürük. 90 dərəcədə kosinusumuzda 0 verdiyi üçün ona da biz 0 götürə bilərik. Aydın oldu. İndi çox rahat. Meyil müstəvidə birinci baxacağımız bizi mg kosinus sinüs alfa aşağı dartır. Mg kosinus alfa qədər hara çıxacaq? Burası olacaq. Bunu yaddan çıxartmışıq. Uşaqlar yaddan çıxartmayın. Burada bizim təcilimiz kütlədən asılı deyil. Yaddan çıxartmayın. Bax, kütlədən asılı deyil. Təcilimiz asılıdır bucaqdan, o alfa bucağından və təcilimiz asılıdır uşaqlar sürtünmə əmsalından. Bu ikisindən asılıdır. Digərlərindən asılı deyil. Bucaq artdıqca təcil artır. Bunu yaddan çıxartmayın. Sürtünmə qüvvəsi də azalarsa yenə təcilimiz avtomatik olaraq artır. Başqa sual olan varmı?